Bir gün bir bədəvi Peyğəmbər sallallahu aleyhi və səlləmdən soruşdu. Ya Resulallah, Allah mənim üzərimə nələri vacib edib? Peyğəmbər sallallahu aleyhi və səlləm şəhadət, namaz, oruc və həcci zikr etdi. Sonra dedi, ya Resulallah, mənə kəlmələr öyrət. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu. De, Subhanallah, Elhamdülillah, La ilahe illallah, Allahu Ekber. Həmin bədəvi çıxıb getdi. Mescidin qapısına çatanda isə dayandı. Sonra geri dönüb Peyğəmbər sallallahu aleyhi və səlləmə tərəf baxdı. Peyğəmbər sallallahu aleyhi və səlləm gülümsəyərək buyurdu. Yazıq bədəvi fikrə daldı. Şeytan gəlib onu düşündürdü. Bədəvi Peyğəmbər sallallahu aleyhi və səlləmin yanına gəlib dedi. Ya Resulallah, bu 4 kəlmə Allah üçündür. Bəs mənim üçün nə var? Mənə nə düşür? Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu. Həqiqətən də sən Subhanallah dedikdə Allah buyurar, doğru dedin. Sən Elhamdülillah dedikdə Allah buyurar, doğru dedin. Sən La ilahe illallah dedikdə Allah buyurar, doğru dedin. Və sən Allahu Ekber dedikdə Allah buyurar, doğru dedin. Sonra Allah subhanahu wa ta'ala buyurar, bundan sonra nə istəsən, sənə verəcəm.